Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi ayə-bayə verilişində xoş gördük. İnşallah bu dərsimizdə sizə Qurani Kərimin asan yollarla tərcüməsini təqdim edəcəyik. Biz birinci dərsdə Allahın sifətləri barəsində danışırdıq və inşallah bir neçə dərs Qurani Kərimdən Allahın sifətləri barədə olan ayələri sizə oxuyacaq. Və bunu da qeyd etdim ki, birinci dərsdən sonra ikinci dərsdə oxunan ayələrin içərisində bildiyiniz kəlmələrin altından öz kitabınızda xətt çəkə bilərsiniz. Yəni o kəlmələr ki, artıq siz onların mənasını bilirsiniz. Dəyərli izləyicilərimiz, gəldik ikinci dərsimizin birinci ayəsinə ki, Allahın sifətlərindən bəhs olunur bu ayədə. Elhamdülillahi Rabbil aləmin. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Hər gün namazda oxuduğumuz ayələrdən biridir. Təbii ki, bunun mənasını bilmək bizə daha da vacibdir. Elhamdu, həmd sözüdür. Lillah, Allaha məxsusluğu. Burada li, Allaha məxsusluğu bildirir. İkinci ayə. İnnəlləhə binnəsi ləraufur rahim. İnnə burada həqiqətən deməkdir. Biz yadınızda olsa birinci dərsdə də bu sözlə tanış olmuşduq. Həqiqətən Allah insanlara qarşı çox şəfqətli və mehribandır. Burada ləraufun şəfqətli deməkdir. Rahim kəlməsi də mehriban deməkdir. Dərsimizin üçüncü ayəsi Allahu la ilahə illə huvəl hayyul qayyum. Möminlərin əksəriyyəti Ayətəl Kürsü ayəsini demək olar ki, əzbər bilirlər. Ayətəl Kürsünün ilk kəlmələridir bunlar. Allah, burada la ilahə illəhu, ondan başqa heç bir tanrı yoxdur. Huvəl, huvə o deməkdir. Huvəl hayyul qayyum. O, diri və davamlı. Burada qayyum, deməli, hay, diri, qayyum, əbədi olan, yəni davamlı, əbədi olan varlıq deməkdir burada. Həmişə var, bax bu mənadadır. Dərsimizin dördüncü ayəsi Vallahu bi kulli şeyin alim. Vallahu, burada vav ayənin əvvəlində adətən istifadə olunur, bəzən bağlayıcı olur, bəzən ibtidanı bildirir. Vallahu bi kulli şeyin alim. Yəni biz desək Allahu bi kulli şeyin alim, bu da yetərlidir. Yəni Allah hər şeyi biləndir. Şey, elə şey mənasındadır. Alim, bilən mənasındadır. İndi lüğətdə, dərsimizin sonunda lüğətdə inşallah bunları sizə deyəcəyik. Allah hər şeyi biləndir. Sonra keçirik. Dərsimizin 5-ci ayəsi La ilahə illəhu və yaxud da huvəl azizul hakim. Dayananda təcvid qaydasına əsasən, təcvid oxuyanlar bilir, La ilahə illəhu dayanırıqsa, nəfəs alırıqsa bu qaydada demək olar. Ondan başqa, la ilahə, ondan başqa məbud yoxdur. Burada la inkarlığı bildirir. Huvəl azizul hakim. Əzizdir və hikmətlidir. Burada əziz, elə biz öz lüğətlərimizdə əziz sözü var. Sadəcə biz əziz deyirik, əzizdir və həkim hikmətlidir. Həkim sözündə elə həkim desək, hikmətli sözünə elə demək olar ki, bir kökdəndir bu sözlər. Dərsimizin 6-cı ayəsi Vəstəğfirilləhə innəlləhə kənə ğafurər rəhimə. Vəstəğfirilləhə, Allahdan bağışlanma diləyin. Dilə, daha doğrusu. Vəstəğfirilləh, Allahdan bağışlanmaq dilə. Həqiqətən innə gətirib burada. İnnəlləhə kənə ğafurər rəhimə. Həqiqətən Allah bağışlayan, rəhm edəndir. Biz dedik ki, Allahın sifətlərindən danışırıq. Doğrudur, əziz dostlar.
burada bütün ayələr Allahın sifətlərini bizə təqdim edir. Quran-ı Kərimdə görün nə qədər Allahın sifətlərindən bəhs olunur. Bu sifətlər görürsüz bağışlayan, rəhm edən, bilən, diri, davamlı, qüdrətli. Bu Allahın sifətləridir və siz Quran-ı Kərimdə harda həkim gördünüz, harda əlim gördünüz, qadir gördünüz. Bu ayələrdə siz bu mənaları öyrənsəz, bu lüğətləri öyrənsəz, Quranın bütün yerlərində bu sifətlər sizə rastlaşdı. Siz həmin zaman onun mənası gözəl bir şəkildə biləcəksiniz. Bu ayənin də mənasını dedik. Keçirik 7-ci ayəyə. İnnəlləhə alimun qadir. İnnə yenə burada həqiqətən artıq innəni biz əzbərləmişik. Həqiqətən təkid. Burada innə, onda deyim ki, təkiddir. Həqiqətən Allah biləndir və qüdrət sahibidir. Qüdrətlidir. Həqiqətən Allah, innə, həqiqətən Allah, alimun, biləndir, qadirun, qüdrətlidir. Görün nə qədər rahatdır. Keçirik dərsimizin 8-ci ayəsinə. İnnəlləhə bi'ibadihi ləxabirun basir. Artıq innəlləhə bilirik həqiqətən Allah bi'ibadihi, ibad bəndələrə deyirlər. Əşhədu ənnə Muhammədən abduhu və rasuluhu salavatullahi və selamu aleyh. Burada deyirik ki, əşhədu şəhadət verirəm, ənnə həqiqətən Muhammədən abduhu və rasuluhu. Muhammed salavatullah, abduhu, əbd, burada qula deyirlər, hu, onun quludur, və rasuluhu və onun peyğəmbəridir. Burada deməli, innəlləhə, həqiqətən Allah, bi'ibadihi, öz bəndələrinə, ləxabirun basir. Burada öz bəndələ bi gəlib ibadın əvvəlində diqqət edirsiniz, bi'ibadihi, öz bəndələri barəsində. İbad bəndədir, bi'ibadihi, burada hı da zəmirdir. İbadın sonunda gəlib, bi'ibadihi, öz bəndələri barədə, ləxabirun. Yenə xabir xəbərdara deyirlər, amma görürsünüz, xabirin əvvəlində bir dənə də lə gəlib orada. Lə ikinci təkiddir. Burada innə birinci təkiddir, lə ikinci təkiddir. Ləxabirun basir. Təcvid bilənlər də bilir, burada iqlab baş verir. Ləxabirun basir. Öz bəndələri barədə biləndir və onları görəndir. Basir görənə deyirlər. Dərsimizin 9-cu ayəsi İnnəlləhə huvəs-səmi'ul basir. Yenə Allahın sifətləridir. Həqiqətən Allah huvəs-səmi'ul basir. Eşidən və görəndir. Huva, yəni o. Həqiqətən Allah, bizim tərcümədə elə belə gedir. Həqiqətən Allah eşidəndir və görəndir. Belə desək, həqiqətən Allah, o eşidən, görəndir. Amma bizdə tərcümədə belə demirik. Və dərsimizin sonuncu 10-cu ayəsi belə desək, Ləhu mə fis-səmavati və mə fil-ard və huvəl-aliyyul azim. Göylərdə və yerdə olan hər şey, tərcümə belədir, ona məxsusdur. O uca və böyükdür, əzəmətlidir. Ləhu burada həsri bildirir, məxsusluğu bildirir. Onun üçündür. Nə? Mə fis-səmavat. Hər nə ki göylərdə var, və mə fil-ard. Və hər nə ki yerdə var. Və huvəl, yəni və huvə, yəni o, əl-aliyyul, uca, əl-azim və əzəmətlidir. Ayələri kəlmə-kəlmə birinci çalışarıq inşallah məlumat verək, sonra ümumi tərcüməni deyərik bundan sonra inşallah. Bu dərsimizin əlbəttə sonuncu ayəsi idi. Bəli, 10 dənə ayə Allahın sifətləri barədə biz danışdıq. İndi isə dərsin tanış və yeni sözlərini oxuyub yadda saxlamaq lazımdır əzizlər. Dərsi oxuduq, yeni sözləri biz nə etməliyik? Yadda saxlamalıyıq. Sonra biz ailədə bəhs edərkən, məsələn,
mən bacımla öyrənirəm və yaxud da qardaşımla öyrənirəm. Mən birinci bu kəlmələri bacıma və yaxud da qardaşıma sual verirəm və yaxud da tələbə yoldaşı da ola bilər. Sual verirəm və bitəndən sonra o mənə suallar verir. Bu qaydada biz sözləri əzbərlədik, sonra keçirik nəyə? Bilmədiyimiz sözlərə. Çatdıq dərsimizin lüğətlərinə. İnşallah birinci yeni lüğətlərlə tanış olaq, sonra keçək testlərimizə. Birinci, istəğfir. Bağışlanma dilə əmr feildir. Həkim, hikmətli bilənə deyilir. Xabir, xəbərdar olana deyilir. Səmi'un, səmi' eşidənə deyirlər. İbadun, bi'ibadihi yadınızdadır kəlmə. İbadun, bəndələrə deyirlər. Alimun, bilən. Aliyyun, uca.Ğafurun, çox bağışlayan.Ğafur, çox bağışlayana deyirlər. Qadirun, qüdrətli, qüvvətli. Qayyum, kənə, oldu, idi və dır, dir, dur, dür şəkilçisi bildirir. Yəni bir neçə formada işlənir. Lə, deyil, xeyr mənasını bildirir. İləh, tanrı, məbud. İllə, istisna mənasını bildirir. B və yaxud da bi, a, ə və nisbət mənasını da bildirir. Basirun, görən. Həmd, sitayiş və elə həmd də işlədilir bizdə. Hayyun, diri. Raufun, çox mehriban. Rabb və yaxud da Rabbi, Rabbu kəlməsinin mənası Rəbb və yaxud da pərverdigar. Şeyun və ya şeyin, şey mənasını bildirir. Aləminə, aləmlər mənasını bildirir. Əzizun, əziz, izzətli və yaxud da qalib. Azimun, əzəmətli, böyük mənasındadır. Mə, o şey, nə və yaxud da hər nə. Huva, o, zəmirdir. Üçüncü şəxsin təkində. Kulli, hər, bütün mənasını verir. Nəs, insanlar. Nəs sözün Quran-ı Kərimdə çox eşidirik biz. Gəldik dərsimizin ən maraqlı hissəsinə və burada biz kəlmələr verəcəyik, onların mənasını siz tapacaqsınız. Birincisi mən deyəcəm, inşallah qalanların siz tapacaqsınız. Gəldik testimizə. Birinci, hansı tərcümə doğrudur? Gəlin onu tapaq. İləh, dərsimizdə var əlbəttə. İləh, tanrı, məbud, A bəndi, B bəndi Allah. Hansıdır? İləh. Dərsimizdən oxumuşduq, tanrı və yaxud da məbud. Allah kəlməsi məna olaraq elə Allah keçir Quran-ı Kərimdə. İkinci testimiz, artıq siz tapacaqsınız bunu. Aləminə. Biz bunu lüğətdə də oxuduq. A bəndi, iki aləm. B bəndi, aləmlər. Hansı doğrudur? Orada siz ona bir xət qoyacaqsınız. Üçüncü, azimun. A bəndi, uca məqamlı və B bəndi, böyük. Hansıdır? Dördüncü, mə. A bəndi, o şey. B bəndi, hər kəs. Beşinci, kənə. A bəndi, olacaq. B bəndi, oldu, idi. Və gəlirik bu testimizin əksinə, əzizlər. İndi isə Azərbaycan dilində tərcüməni veririk. Siz ərəb dilində onun doğruluğunu tapacaqsınız. Birinci, istisna. İllə, A bəndi. B bəndi, lə. Hansı doğrudur? Təbii ki, istisna, biz tərcümədə də oxuduq, lüğətdə baxdıq. İllə istisnadır. Keçirik B bəndinə. İzzətli. A bəndi. Əziz. B bəndi. İzzətun. Hansı doğrudur onu tapın. Üçüncü, pərverdigar. A bəndi. Allah. B bəndi. Rabbi və yaxud da Rabbu. Dördüncü, qüdrətli, qüvvətli.
A bəndi qadir, B bəndi xabir. 5-ci, çox mehriban. A bəndi raufun, B bəndiğafurun. Bəli, dəyərli dostlar, keçirik cümlə olaraq testlərimizə. Siz bu ifadələri diqqətlə oxuyun və düzgün tərcümə hansıdır onu seçin. Birincisi, İnnəlləhə huvəs-səmi' və yaxud da A bəndi şübhəsiz Allah eşidir. B bəndi şübhəsiz Allah özü eşidəndir. B bəndi burada doğrudur. Birincisini mən özüm deyirəm. Çatdıq ikinci sual. İnnəlləhə bi'ibadihi ləxabir. A bəndi şübhəsiz Allahın bəndələri xəbərdardırlar. B bəndi şübhəsiz Allah bəndələrindən xəbərdardır. Hansı doğrudur onu seçin. Üçüncüsü, İnnəlləhə kənə qafuran. A bəndi şübhəsiz Allah çox bağışlayandır. B bəndi Allah bağışlayandır. Dördüncü, Ləhu mə fis-səməvat. A bəndi samada olan şey ona məxsusdur. B bəndi səmalarda olan şey ona məxsusdur. Hansı doğrudur? Onu inşallah siz təsdiqləyəcəksiniz. Deməli, ötən dərsimizdə qeyd etdiyimiz kimi li üçün və məxsusluq mənasında işlədilir. Burada ləhu, ləhə, ləhumə, ləhum, ləkə, ləkum, lənə sözlərində lə kimi də gəlir. Yuxarıdakı sözlərdə məhz həmin hallardan biri kimi işlənmişdir. Yəni, bu sözə də siz diqqətli olun və demək olar ki, biz bu gedişatı tuta bilsək, demək olar ki, tərcümədə çətinlik çəkməliyik, əziz dostlar. Dəyərli tələbələrimiz, deməli, bunu da qeyd edim ki, aşağıdakı ifadədə, yəni tərcüməyə bir dənə diqqət etsək, İnnəlləhə huvəs-səmi'ul alim, həqiqətən Allah, o eşidən biləndir. Burada huva, yəni o, bunu özü kimi tərcümə etsək daha da gözəldir. Şübhəsiz Allah özü eşidən biləndir. Bu forma tərcümə, yəni bunu qeyd edim ki, huva orada o mənasını bildirir, amma özü kimi tərcümə olunsa daha yaxşıdır. Biz gəldik kitabın 39-cu səhifəsində belə bir tapşırıq verib burada. Dərsimizdən Elhamdülillah, La ilahə illahu, İnnəlləhə alimun, Huvəs-səmi'ul basir, İnnəlləhə bi'ibadihi ləxabirun basir və s. 10 dənə burada cümlə çıxardıb verib, cədvəl formasında bu sözlərin mənalarını siz deməli oxuyub, qabağından mənasını yazmalısınız. Huvəl hayyul qayyum və estəğfirillah, kənə qafurar rahimə, mə fis-səməvat. Özünüzü sınayın bu kəlmələrin mənalarını tapıb yazmaqla. Dəyərli izləyicilərimiz, çatdıq dərsimizin tapşırığında bu hissəyə ki, biz kəlmələri, ayələri veririk və ayələrdə məna olaraq kəlmə-kəlmə bəzi hissələri veririk, bəzi hissələri də verməyəcəyik. Siz o həmin boş hissələri doldurmalısınız. Birinci ayə, La ilahə illə huvəl azizul həkim. Ondan yoxdur, o və siz qalanın bu boş yerləri dolduracaqsınız. İnnəlləhə huvəs-səmi'ul basir. Şübhəsiz eşidən. Siz bunu həll edəcəksiniz. Ləhu mə fis-səməvati və mə fil-ard. Ona məxsusdur. Qalanın siz düzəldin. Vallahu bi kulli şeyin alim və biləndir. Bunları inşallah Allahın izni ilə tapşırıqda həll edin ki, dərsdə verilən ayələrin mənaları daha gözəl şəkildə sizin yadınızda qalsın. Bu kitabın 41-ci səhifəsində biraz maarifdən bəhs olunur. Allahın deməli sifətləri haqqında bəhs olunur. Biz onu demirik və sərbəst çalışma verib 43-cü səhifədə onu da vaxtla əlaqədar olaraq demirik. Amma siz bu kitabdan onu həll edə bilərsiniz sərbəst çalışmada. İnşallah 3-cü dərsimizdə görüşmə ümidi ilə sizi uca və
eşidən, bilən, qüdrətli Allaha əmanət edirəm. Vəssalamu aleykum və rəhmətullah.